Azərbaycanın geoloji quruluşuna baxırıq. Azərbaycan ərazisində yayılan ən qədim süxurlar Paleozoy erasının süxurlarıdır. Deməli, Azərbaycanda arxeik proterozoy yoxdur. Ən qədim Paleozoydur. Və bu hardadır? Alt Paleozoy dövrünün süxurları Tovuzda, Zəyəmçay əsri çaydadır və deməli, Azərbaycanın hər yeri suyun altında olanda bir dənə bu Tovuz ərazisi, Zəyəmçay əsri çay suyun üzərində bir ada kimi var idi. Üst Paleozoy isə Naxçıvanda, Sədərək dərəliyəzdədir. Daha sonra gəlir Mezozoy erası. Mezozoy erasının bilirik ki, 3 dövrü var. Trias, Jura, Təbaşir. Trias yalnız Naxçıvandadır. Jura, Təbaşir isə Böyük Qafqaz və Kiçik Qafqazın yüksək və orta dağlığındadır. Böyük Qafqazda yüksək dağlıqda Jura, orta dağlıqda Təbaşir. Kiçik Qafqazda isə inversiya var. Orada demək yüksək dağlıqda Təbaşir, orta dağlıqda isə Juradır. Qarabağ vulkanik yaylasında isə 4-cü dövrün vulkanik süxurları var. Daha sonra gəlir Kaynozoy erası. Kaynozoy erasını da bilirik ki, paleogen, neogen, antropogen və yaxud da 4-cü dövr süxurları var. Paleogen deyən kimi testdə ən çox düşür Talış dağları, Naxçıvan, xüsusilə bu Zəngəzur tərəf verir testdə. Daha sonra Qobustan alçaq dağlığı, bir də Ermənistan ilə sərhəddə yerləşən Şahdağ silsiləsi. Yəni 2 dənə yuxarıda, 2 dənə aşağıda paleogen dövrünün süxurları var. Daha sonra baxırıq neogen. Neogen isə Azərbaycanda əsas Abşeron, Qobustan, Qusar Maili düzənliyi və Ceyrançol Acınahurdadır. Naxçıvanda da bir balaca var. Daha sonra isə baxırıq 4-cü dövr çökmə süxurlarına. Azərbaycan ilə bütün düzən əraziləri, Kür Arazıvalığıdır, Samur Dəvəçidir, Lənkərandır. Yəni bütün düzən ərazilərimiz, əksər düzən ərazilərimiz 4-cü dövrün çökmə süxurlarıdır. Qarabağ vulkanik yaylası isə 4-cü dövrün vulkanik süxurları ilə örtülüdür.